Ben Coşkun Villa Bakı olarak sizi salamlayıram. Hal-hazırda Xaqlara gedirəm. Orada Leningrad proyekti olan mənzilimizi sizə çəkiş edib təqdim edəcəm. Gəlin birlikdə həm siz izləyin, həm də ki mən materialları da sizə təqdim edim. Biz necə işlər görürük. Buyurun, izləyin. Bəli, Xaqlarda Leningrad proyekti olan mənzilimizi nəyi təqdim edəcəm? Deməli, köhnə yaşayışlı mənzil olub. Bax, biz bu vəziyyətə gətirmişik. Pəncərəsinə qədər dəyişdirib hamısı, görürsünüz. Pimapen, yəni şəbəkəli pəncərələr yıldırmışıq. Bu isə balkon olub, balkonu qatdıq qonaq otağına ki, genişlik olsun. Və həm modern, həm də neoklassik üslubda bu mənzili təmin etmişik. Sizlərə təqdim edirəm. Yaxından çək. Divarda gördüyünüz aboydur. Aboyla ramkanın rəngini eyni eləmişik ki, seçim olmasın deyə. Bu hissəsi qonaq otağıdır. Burada dizayna görə hər şey yerləşim olunacaq və televizor, TV stendi bu hissədə yığılacaq. Yenə də deyirəm, divarı aboydur. Vilizinin aboydur, emulsiya tipli olan aboydur. Panasonic rozetka akkumulyatorla istifadə edirik. Kabellər Priceman yaxşısından yəni alırıq. Onların ucuz variantı da var. Ramkaları görə bilirsiniz, tam neoklassik stildədir. Tavanı isə modern üslubda etmişik. İşıq olmadığı üçün biraz ola bilər görkəmi yaxşı çıxmaz. Tavanında divar qırağı kölgə profillərdən istifadə olunub, alüminiumdur. Və sizə sanitar qovşağı da təqdim edim. Sanitar qovşağı da dizaynda olduğu kimi çıxartmışıq. Burada paltar yuyan maşın olacaq. Unitazı bu hissədə yerləşir. Duş kabin burada olacaq. Və unitazın arxa hissəsində Forex şkaflardan yığılacaq. Yəni lazımlı veşləri oraya yığmaq üçün. Sağ tərəfdə moykası olacaq. Yəni hər şeyin yerləşimində görə etmişik. Leningrad proyektlərdə hamam tualet ayrı olub. Biz bunu qatmışıq bir yerə. Genişdir. Həddindən artıq genişdir. Duş kabinə də birin bir onadır. Yəni böyük bir duş kabin etmişik. Bura isə köhnə mətbəx olduğu kimi yerində qalıb. Yəni bu hissədə mətbəx olacaq. Xaladenkin yeri burada olacaq. Yəni mətbəxlə otağın yerini dəyişik etməmişik. Və sizə təqdim edim valideyn yataq otağını. Valideyn yataq otağı da belə bir dizayn etmişik. Bu hissədə taxta olacaq. Dolabı isə o hissədə olacaq. Gizli dolab gedir. Televizoru, ramkası və vilizlin aboy, emulsiya tipli olan və keçirik balkonu. Təkcə balkon Leningrad proyekti buranı saxlamışıq. Burada nə olacaq? Bak yığılacaq. Çünki buranın suyu zəif gəlir deyə. Yəni 2-3 saatdan bir su verilir. Kombi sistemi burada yığılıb. Burada şkafla bölünəcək. Bunlar görünməsin deyə. Bakı da üstü olacaq. Balkonları təkcə buranı saxlamışıq. Qalanı otaqlara qatmışıq. Sizə təqdim edim. Radiator sistemləri, istipol, yəni kollektor sistemi ilə çəkiliş etmişik. İstilik sistemində eyni qızdırma olsun deyə. Uşaq yataq otağı olduqca genişdir. Burada da balkonu qatmışıq uşaq yataq otağına. Çünki burada sağında, solunda şkaf yığılacaq. Pəncərənin qarşısında da oturmaq üçün, yəni uşaqlar dəst masası üçün belə bir şərait yaradılıb. Və burada da dizaynı inşallah tam təmir mebellər yerləşimində inşallah bir daha çəkiş edəcək. Burada da şkafı var. Həm uşaqlar üçün kompüter masası olacaq, həm də dəst masası olacaq. Gizli dolabdır bu hissə. Aboyu da görə bilirsiniz, yaxından çək aboyu. Vilizlinin aboydur, emulsiya tipli, çox səliqəli və evi də geniş göstərir. Yəni dekorsuz aboylardır. 101 kvadrat metrdir bu mənzilin sahəsi. 4 otaqlı mənzildir. Bu otağı da ev sahibi özü istəyib, iş otağı edib buranı. Yəni bu otaq iş otağı olacaq. Müəllimdirlər, dərs keçirirlər məktəbdə. Yəni ona görə burada kitab rəfləri olacaq. Özləri üçün kompüter masası burada yerləşəcək. Burada da kitabları yığmaq üçün rəflər yığılacaq. Yəni bu iş otağı sayılır. Alçıvanın da
şkafına uyğun yığmışıq. Sizə onu da izah edeyim. Yeri 14'lü dik laqa istifadə olunub. Laminat yolkadır. Bunların qiyməti 28 manatdır. Yəni bu laminatlardan istifadə edirik. Həm də çox keyfiyyətlidir. Yəni bu laminatların heç bir problemi yoxdur insana qarşı. Yəni zərəri deyil. Bunu satanlar da bilir. Çox da gözəl görsənir. Elə bil ki, parket istifadə olunub. Yəni ev sahibi ona görə bu parketi, laminatı bəyənib. Kerama qranitləri Hindistan kerama qranitidir. Qiyməti 24 manatdır. Yəni sanitar qovşaqda da elə. 2 dekordan ibarətdir bura. Gizli trapdan istifadə etmişik. Yəni 45 dərəcə gizli traplar, yəni qaydasıca işlər görülüb burada. Ev təmir etdirmək istəyən insanlar bizimlə birbaşa əlaqə saxlasınlar. 051 688 44 85 nömrə ilə əlaqə saxlayın, ətraflı məlumatları sizə verək. Və bu mənzilin 1 kvadrat metrəsini 400 manatla götürmüşük. Gördüyünüz bu mənzildə tam 90 dərəcə mayak atılıb, işlər görülüb. Çoxu deyir, Leningrad proyektdə niyə bu qədər pul tutur? Leningrad proyektləri bilirsiniz, divarları tam ideal olmur, əyri olur. Biz nə edirik? Mayak atırıq. Yəni Novostroykada necə işləyiriksə, köhnə mənzillərdə də elə təmir edirik. Sağ olun.